Deməli, həmzin süzvlərdə bir-iki məsələ var uşaqlara, onu da deyim. İstisnai bir durumdur. Yəni çaşdırıcı məqamlardır da, belə deyək. Bunun biri nədir? Bir, məsəl üçün deyirəm, xanımlar və cənablar məclisi açıq elan edirik və s. Xanımlar və cənablar deyəndə sizcə burada nəyin həmcinsliyi var? Xitabın həmcinsliyi var. Yaxşı, bu xitab olaraq hansı cümlə üzvü olacaq? Yəni, keçən əvvəl xitabı keçmişdik. Cümlə üzvü olaraq götürülmür, amma həmcinsliyi var. Bir də biz həmcinsliyi nədə görə bilirik, amma cümlə üzvün həmcinsliyi olmur. Tərkiblərin asılı tərəfində, bəzən nə ola bilir? Bax, məsəl üçün deyirəm ki, mən əlini və öz canı sual cavab edəndə Fuad yuxulayırdı. Canay Fuad. Yuxulayırdı kim? Fuad. Demək ki, artıq buradakı mən piyasadan çıxdı. Niyə görə? Keçdi nəyə? Feili bağlama tərkibinin asılı tərəfinə. İndi baxın uşaqlar. Kimi sual cavab edəndə əlini, kimi öz canı. Sizcə bunlar həmcins tamamlıq sayılacaqmı? Xeyr. Niyə görə? Mən sual cavab edəndə, əlini sual cavab edəndə, öz canı sual cavab edəndə. Demək ki, bunun hamısı birlikdə nə olmuş olacaq uşaqlar? Zaman zərfliyi, feili bağlama tərkibi olacaq. Buradakı həmcinslik nəyə aid olmuş oldu? Feili bağlama tərkibinin asılı tərəfinə aid oldu. Bu artıq cümlə üzvü kimi həmcins üzvü götürülməyəcək. Bu həmcinslik belədir. Və yaxud da mənim və Vasifin fikirləri üstə düşür. Buradakı həmcinslik nəyə aiddir? Yaxşı, indi uşaqlar, mənim və Vasifin fikirlərim olmalıdır, yoxsa mənim və Vasifin fikirlərimiz mi olmalıdır? Mən və Vasif deyiriksə, bəli, fikirlərimiz. Demək ki, buradakı həmcins üzv nəyə aid olmuş olacaq? Həmcins üzv olacaqmı? Olmayacaq. Demək ki, üçüncü növ təyini söz birləşməsinin asılı tərəfinin həmcinsliyidir. Bu artıq cümlə üzvü kimi təhlil olunmayacaq. Niyə ki, mənim və Vasif deyəndə biz sayılmış olacaq, düzdür? Yəni, mənim və Vasifin fikirlərimiz. Mən və bizi artıq çıxır. Yox, mənim və Vasif. Mənim fikrim ara getdi. Ona görə olur da. Mənim ikisi bir yerdə götürüləndə artıq biz olduğu üçün mənim və Vasifin fikirlərimiz ikisi bir yerdə götürüləcək. Çünki mən və Vasif deyilsə artıq burada bizim söhbətimiz çıxır da meydana. Mübtədalarda nətər idi? Ha, sağ ol. Belə, uşaqlar. Bunu anladıq. Məcbur da olsa anladınız. Nə oldu Sevgi Naz? Nəsə deyəsən? O yox, niyə fikirlər olsun ki? Mənim fikirlərim Vasifin fikirləri deyə bilərsən. Amma burada artıq mən və Vasif deyiriksə, yəni söhbət bizdən getmiş olur da. Mən və Vasif dərs oxuyur. Mən və Vasif dərs oxuyur. Dəxli var buradan, heç fərqi var yəni. Mən və Vasif dərs oxuyur olur, yoxsa mən və Vasif dərs oxuyuruq olur. Mən dərs oxuyuram, Vasif də dərs oxuyur, düzdür? Eyni formada. Birləşdirəndə nə olmuş olacaq? Mən və Vasif dərs oxuyuruq, yəni söhbət bizdən getmiş olacaq artıq. Oldu Sevgi Naz. Yaşıl da geyinirsən, çöldə iynə əsat görsə yiyəcəksən. Belə. Özcan müəllim. Dayandır.